YouTube illərdir dünyanın ən böyük populyar video platforması olub. Amma indi TikTok onu sıradan çıxarır. Qısa videolar YouTube'un sonu ola bilərmi? Bu videoda onu araşdıracağıq. TikTok və YouTube'un fərqi. TikTok sürətli, qısa və diqqət çəkici məzmun təklif edir. YouTube isə uzun videoların dərin izahlarını verir. İnsanlar artıq uzun videolara baxmaq istəmir. Çünki TikTok onları 15 saniyə məlumatlandırır və əyləndirir. 2. YouTube niyə zəifləyir? TikTok'un süni intellekti istifadəçilərin nə istədiyini dəqiq bilir və onlara uyğun videolar təqdim edir. İnsanlar artıq 10 dəqiqəlik video baxmaq əvəzinə 10 saniyəyə istədiklərini öyrənmək istəyir. Bu tendensiya YouTube'un izlənmə saatlarını azaldır və məzmun yaradıcılarına qısa videolar çəkməyə məcbur edir. Üçüncü sualımız. YouTube Short TikTok'a rəqib ola bilərmi? YouTube Shorts yaradıldı, amma hələ də TikTok qədər güclü deyil. Məşhur YouTuberlər artıq qısa videolar çəkir. Bu YouTube'un öz işini itirdiyini göstərir. Dördüncü sual. TikTok YouTube'u tamamilə məhv edəcəkmi? Bəs bu YouTube'un sonu deməkdirmi? Məncə yox. Niyə YouTube geri gedə bilər? YouTube Shorts çıxardı, amma hələ də TikTok qədər güclü deyil. Niyə? Əvvəl YouTube'da 10-15 dəqiqəlik videolar trend olurdu. İndi isə 30 saniyəlik videolar daha çox izlənir. Əvvəllər hər kəs YouTuber olmaq istəyirdi. İndi isə hamı TikTok fenomeni olmağa çalışır. Deyə bilərsiniz ki, bəs YouTube'un gələcəyi necə olacaq? Tamamilə yox olacaq, yoxsa yenidən olacaq? Hələ də keyfiyyətli, uzun videolar istəyən insanlar var. Bəlkə də YouTube sadəcə dəyişir, amma ölmür. YouTube çox böyükdür və yox olması asan deyil. Amma əgər belə davam etsə, onu da MySpace kimi tarixə göməcəklər. YouTube'u xilas edəcək tək şey keyfiyyətli uzun məzmunlu videolardır. Niyə insanlar uzun videolardan bezib? Bir vaxtlar uzun videoları səbir edirdik. İndi niyə 10 dəqiqəyə belə çox gəlir? TikTok beynimizi qısa və sürətli məzmunu öyrəşdirib. Uzun videolar maraqsız gəlir. Əslində uzun videolar hələ də izlənir. Sadəcə trendlər dəyişir. TikTok YouTube'dan daha çox qazandırır. Məzmun yaradıcıları üçün hansı platform daha sürətlidir? YouTube deyənlər üçün, çünki onun gəlir modeli daha stabildir və reklamlardan daha çox pul qazanır. Hər ikisinin öz üstünlükləri var. Amma YouTube uzun müddət qazanc üçün daha yaxşıdır. Gələcəkdə TikTok və YouTube-a nə olacağı maraqlıdırsa, videonun sonuna qədər izləyin. Videonu sevdinizsə, indi like atın və kanalıma abunə olun. 5 ildən sonra hansı platforma daha populyar olacaq? Bu suala 3 cavabım var. Cavab 1. TikTok. Çünki yeni nəsil qısa məzmunu daha çox sevir. Cavab 2. YouTube. Çünki insanlar hələ də dəri və məlumatlandırıcı videolara ehtiyac duyur. Bəlkə də yeni bir platform çıxacaq və ikisində keçəcək. Bəs siz nə düşünürsünüz? YouTube ölməyə başlar, yoxsa təkəmmülə keçir? TikTok həqiqətən YouTube'u yox edə bilərmi? Yoxsa hər ikisi birlikdə inkişafa keçəcək? Bəlkə də YouTube yeni strategiyalarla öz yerini qoruyacaq. Bəs siz nə düşünürsünüz? YouTube ölməyə başlayır, yoxsa təkəmmül keçir? Şərhlərdə fikirlərinizi yazın. Bu müzakirəni birlikdə həll edək. Dostlar, video buraya qədər idi. Videomu bəyəndinizsə video like atmayı, kanalımı bəyəndinizsə kanalıma abunə olmayı yaddan çıxarmayın. Videonun sonuna bir kanalın mənə düzəltdiyi editi paylaşıram. Baxmaq istəyənlər sona qədər izləyə bilər. Çox sağ ol dostum. Bu video mənim üçün həqiqətən çox önəmlidir. Bundan sonra hər videomun başlanğıcına o videonu qoyacağıma söz verirəm.